Amerikanı bildiyiniz üçün bu sualı verəcəm. Yəni bilmirəm bu belə şey olub olmayıb. Amerika tarixində, ümumiyyətlə gerçəklikdə İranla danışıqlar aparan şəxs prezidentin nümayəndəsi, həm də Rusiya-Ukrayna məsələlərinə danışıqlar aparan şəxsdir. Bu iki çox çətin məsələni bir nəfərə tapşırmaqla bu nə edir? Qütbləri ləğv edirlər, yoxsa? Yox, əslində çox qütüblü dünya reallığı Birləşmiş Ştatlara lazım deyil. Hətta Kissingeri, bilirsiniz də 69-77-ci il ABŞ-ın dövlət katili olmuş Kissingeri göndərmişdilər, Nixon göndərmişdi Çinə. Niyə? Məqsəd o ki, gəlin C2 yaradağım. C2, məsələn C7 demirlər, böyük yedilik. İki, böyük ikilik olsun, gəl dünyanın gələcək taliyini biz müəyyən eləyək. Və Çin də ona cavab vermiş ki, biz böyük sivilizasiyayıq, Çin təkcə dövlət deyil, Çin həm də sivilizasiyadır. Siz yəni gəncsiniz, hələ siz yeni yetməzsiniz, bizi aldada bilməzsiniz. Və indiki dünyada Trump isə bu günləri çalışır ki, çox qütüblük olmasın, maksimum ən yaxşı halda 3 qütüblük olsun. Və bu qütüblərin biri də mütləq Çindir. Hətta Avropa İttifaqı onun gözündə, Trump administrasiyasının gözündə bir güc mərkəzi kimi görünmür. Hətta o cür yanaşma var və Rusiya amili onun üçün ciddi amillərdən biridir. Belə bir dünya reallığı var və bu nöqteyi nəzərdən Avropa Şurasının onun rəhbərliyinin Azərbaycanla tutduğu mövqe bir yeni mövqe deyil. Cənab Prezident deməli adada keçirilən tədbirlər bu məsələlərə toxundu. İkili standart baş alıb gedir və xüsusilə də heç kəsə siz deyildir ki, xeyli müddətdir, xüsusilə də Biden administrasiyası dövründə Avropa Şurası, Avropa institutları Birləşmiş Ştatların əlində bir marionetkaya çevrilmişdi. Ancaq onun deməli təhdidi və onun əmrlərini icra edirdi. Və bu gün də siz fikir verirsiniz, 20-25%lik rüsumlar tətbiq edilir Avropa İttifaqına, Avropa ölkələrinə qarşı və indi də Ursula von der Leyen tələm-tələsik yalvarışa gedir ki, Birləşmiş Ştatlara Trumpla görüşsün və xahiş eləsin ki, bizə qarşı bu cür təzyiq siyasətini biraz yumşaldın. Və bu tendensiyada bu günləri müşahidə olunmaqdadır.